Barcelona. Vaxtında oynayıbdır Maradona. Reis stadionda söz deyə bilmir. Çempion komandanın çempion azarkeşləri. Hər birinizi salamlayıram, hər birinizi təbrik edirəm. Sevimli komandamız 29-cu dəfə La Liga çempionu oldu. Bu bizim üçün böyük bir nailiyyətdir, bu bizim üçün sevindirici haldır. Çünki biz ən dibləri görmüşük, ən pis günümüzü görmüşük. Ən dibdən qalxmışıq. Əslində danışılacaq çoxlu sözlər var, deyiləcək çoxlu fikirlər var. Amma hamısına bir video bəs etməz. Yavaş-yavaş hər şey danışacağam. Barcelona, Real Madrid. Bu oyun Barsa üçün önəmli bir oyun idi. Nəyə görə? Çünki komanda qalib gələcəyi təqdirdə və yaxud heç edəcəyi təqdirdə La Ligada çempionluğunu rəsmiləşdirəcəkdi. Belə bir şey olmayıb. Bəziləri deyib 90 neçə il əvvəl Real Madrid bunu eləyib, bəziləri deyir belə bir hadisə olmayıb. Amma mən araşdırdığım mənbələrə əsaslanaraq onu deyə bilərəm ki, El Clasico tarixində belə bir şey olmayıb ki, hər hansısa bir komanda qalib gəlsin və həmin qalibiyyət çempionluq qalibiyyəti olsun. Bu ilk idi məncə. Mən belə tapmışam, başqa bir mənbələrdən başqa xəbərlər görməmişəm, amma bəziləri deyir ki, belə bir hadisə baş verib. Bilmirəm. Amma 21-ci əsrdə bu ilk idi. 21-ci əsrdə belə bir şey olmamışdı. Yaralı Real Madridlə oynadıq. Bunu boynumuza almalıyıq. Real Madrid yaralı idi. Real Madrid mental olaraq yaralı idi. Real Madrid fiziki olaraq yaralı idi. İndi Tchouaméni ilə Valverde'nin münaqişəsi haqqında danışmaq istəmirəm. O başqa yaradır. Ümumiyyətlə, bəlkə də tarixin ən bərbad Real Madridini gördük. Heyət olaraq yox. Oyun olaraq Real Madrid çox bərbad bir formadadır. Mən emosiyalarıma qapanıb indi qalibiyyət ruhunda olaraq bərk səslə, emosiyalarla danışmaq istəmirəm. Rasional olaraq oyunu az da olsa analiz etmək istəyirəm. Özünüz də gördünüz ki, hər iki komanda hansı heyətlə futbol oynayırdı. Real Madridin heyətində yetərincə qədər zədəlilər var idi. Burada Mbappe yox idi, Rodrigo yox idi, Militao yox idi, nə bilim Carvajal yox idi, Valverdesi yox idi Real Madridin və ən əsas nüanslardan biri Real Madridin hal-hazırki günündə düşünən beyni yox idi. Bu Arda Güler idi. Arda Güler hal-hazırda Real Madriddə o beyin funksiyasını daşıyır və daşıya bilir və onun yoxluğu bəlkə də Mbappe'nin yoxluğundan daha çox Real Madridə təsir etdi. Bitirici qüvvəsi olaraq Real Madrid 0 idi. Biz bunu gördük. Çünki Mbappe yox idi. Mbappe yoxluğu, Mbappe'nin yoxluğu göstərdi ki, Realda bitirici qüvvə yoxdur. Vinicius tam başqa funksiya daşıyır, Brahim Diaz tam başqa funksiyanı daşıyır. Amma Gonzalo Garcia hələ bu oyunlar üçün yetişməyib. Hələ bu oyunlar üçün o böyüməyib. Bunu hamımız gördük. Barcelona'ya gəldikdə isə Barcelona artıq 2 mövsümdür ki, yaralı vəziyyətdə oynamağı öyrənib və Flikin ən böyük işlərindən biri də budur. Flik Barcelona'da Yamalsız oynamağı, Rafinha'sız oynamağı komandaya öyrəşdirib. Bəli, bəzi oyunlarda biz bunun mənfi təsirini görürük. Komanda hər oyunda bunu yarada bilmir. Hər komandaya qarşı bunu edə bilmir. Amma əksər hallarda Lamine Yamal olmadığı halda, Rafinha olmadığı halda, ümumən açar oyuncular olmadığı halda Barcelona rezerv oyuncularla həmin oyun tərzini, özünə məxsus oyun tərzini qoruya bilir. Biz bunu görürük və Barcelona üçün bu ilk deyildi. Bu Flikin ən böyük işlərindən biri idi Barsada. Rashford sağda oynayır, Fermin solda oynayır, Ferran Torres mərkəzdə oynayır. Yəni Barcelona'nın hücum xəttində oynayan oyuncular heç biri öz mövqeyində deyildilər. Fermin winger deyil, Rafinha, üzr istəyirəm, Rashford sağ winger deyil, Ferran Torres hücumçu deyil. Bəli, son 2-3 ildə hücumçu kimi oynayır, amma Ferran özü wingerdir. Və biz gördük ki, amma Barcelona'da o mexanizm dayanmadı, o mexanizm işlədi. Əslində burada mental tərəfdə rol oynayır. Mental tərəfdə çox rol oynayır. O hirs, o
qələbə istəyi də çox böyük rol daşıyır belə oyunlarda. Fərqi yoxdur sən hansı mövqedə oynayırsan, amma can vermək, o komandaya görə, o formanın rənginə görə hər şeyi verməyə hazır olmaq səni hər yerdə oynada bilər. Real Madriddə bunu edə biləcək və edə bilən tək oyunçu Valverdedir. Valverde'nin oynamadığı yer qalmayıb, bir qapıçı mövqeyi qalıb. Manchester City ilə oyunlarda Valverde hat-trick etdi. Amma Valverde nə hücumçu idi, nə yarım müdafiəçi idi, nə müdafiəçi idi. Adam hər yerdə idi. Çünki o döyüşmək istəyir, çünki o mübarizə aparmaq istəyir. Amma hal-hazırda Real Madriddə o mübarizə aparacaq bir heyət yoxdur. Hamı özünə görə oynayır. Və mən keçən çıxışda demişdim ki, ego yığınıdır bu komanda. Mənə bəziləri güldülər, bəziləri lağ etdilər. Yəni özünüz görürsüz. Bu oyunçular komandaya görə oynamaq istəmir. O logoya görə oynamaq istəmirlər. O logonun, o formanın ağırlığını dərk etmirlər. Onlar üçün önəmli olan şey öz egolarıdır. Özgüvənləridir ki, görsədim ki, mən yaxşıyam. Amma bu ego onları yuxarı aparmaq əvəzinə tam aşağı aparır. Oyun başlayan kimi Barcelona Real Madridə hiss elətdirdi ki, bugün dominant futbolu mən oynayacağam. Və Real Madridin də epizodları var idi. Amma çox deyildi. Juan Garcia bir o qədər də əziyyət çəkmədi. Bəli, təhlükəli hücumlarla gəlirdi Real Madrid. Çünki bu qeyri-mümkündür ki, gəlməyəsən. Barcelona'nın bu sistemi ilə, Barcelona'nın bu müdafiə xətti ilə əlbəttə ki, Barcelona öz qapısına təhlükəli epizodlar yaradacaq. Amma Barcelona hücum fazasında, hücumda çox gözəl oynadı. Baxmayaraq ki, əsas fiqurlar yox idi. Lamine Yamal. Mən sizə belə deyim, Lamine Yamal bu oyunda oynasaydı, yəni azı hesab 5-0-a qədər gedərdi. İndi 0-ı dəqiq bilmirəm. Bəlkə orada 1-dən 2-dən nəsə ola bilərdi. Amma Barsada 5 olardı. Lamine Yamal oynasaydı. Və yaxud Rafinha yaxşı formasında olsaydı, hesab daha böyük ola bilərdi. Amma sizə daha gülməli bir şey deyə bilərəm. Bunu bəlkə Real Madrid azarkeşləri də, Barcelona azarkeşləri də özü də gördü. Barcelona ikincisi oynamadı. Barcelona 2-0-dan sonra oynamadı. Oyunun başını buraxdı. Barcelona istəsəydi, məncə azı 3-4 gol vurardı. Azı 3-4 gol vurardı. Söz olaraq Barcelona elə bil dedi ki, yox, Real Madridə vurmayaq bu qədər çox. Yaxşı hallarında deyirlər. Gəlin belə oyunu yola verək. Yəni Barcelona oyunu tam olaraq kontrol edirdi. Ürəyi istəyəndə deyirdi ki, Real Madrid sən hücum elə. Mən ürəyim istəyəndə mən edəcəm. Yəni konkret bu aura var idi. İndi əlbəttə mən başa düşürəm, Realın heyəti də o deyildi. Zədəllər var idi. O başqa məsələ. Həm mental olaraq Real yox idi, təkrar edirəm. Amma Real Madrid belə çox qəribə oynadı. Yoxdur heç nə. Bütün mövsümün uğursuzluqlarını biz bu oyunda görə bilərik ki, Real Madriddə niyə belə uğursuzluqlar var? Nəyə görə Real Madrid belədir? Bu məni maraqlandırmır əslində. Mənə belə də zordur. Komandam çempiondur. Komandam 2 mövsümdür ki, İspaniyada hegemonluq edir. Amma istəyirəm ki, Real Madrid daha yaxşı futbol oynasın. İstəyirəm ki, Real Madridlə biz daha rəqabətçil futbol oynayaq. Yəni El Clasico'ların marağı artsın. Bir dönəm olmuşdu ki, Barcelona'nın pis dönəmində El Clasico'lar maraqsız olmuşdu. Mən sizə 2020-21-ci illəri deyirəm, yadınızdadırsa əgər. Mingueza ilə oynayırdıq, Dest'lə oynayırdıq, Yutkla ilə oynayırdıq, Memphis Depay ilə oynayırdıq. İndi Memphis Depay deyəcəklər ki, Memphis Depay bəyəm pis oyuncudur. Yox, Messi ilə tay bərabəri yoxdur Depayın. Yəni bugünkü Barsa ilə, o günkü Barsaya Memphis Depay o deyil əlbəttə ki. Nə bilim, qollar. Hər 2 qol möhtəşəm, möhtəşəm. Rashford mövsüm ərzində Barcelonaya çox kömək oldu. Rashford Barcelonaya deməyim ki, bir dərman oldu. Yox, Barsanın açar bir oyuncusu da olmadı. Əvəz edilməz oyuncusu da olmadı. Bunu hamımız gözəl gördük. Rashford'un yerinə yetirə bilmədiyi epizodlar, boş buraxdığı epizodlar daha çoxdur nəinki yerinə yetirdiyi epizodlardan. Amma Rashford bu oyunda çox gözəl oynadı. Pressing də gözəl oynadı. Hücumda
komandaya gözəl dəstək olurdu. Bəli, 1-2 epizodu qaçırtdı. Açıq-aşkar qol epizodlarını qaçırtdı, amma o cərimə zərbəsi hər şeyin üstündən xətt çəkdi. O cərimə zərbəsi möhtəşəm idi. Biz oyundan sonra uşaqlarla danışırdıq. Lionel Messi'nin gedişindən sonra komandamızda cərimə zərbəsindən qol vuran 3 oyuncu var. Ferran Torres, Robert Lewandowski və Marcus Rashford. Marcus Rashford bu mövsüm artıq ikinci cərimə zərbəsindən qol vurur. Və görün biabırçılıq ondadır ki, komandada cərimə zərbəsindən qol vuran oyuncu yoxdur və biz kim ki bunları vurub, onları yadda saxlamışıq. Hətta oyunları belə yadda saxlamışam mən. Təsəvvür edirsiniz bu nə deməkdir? Messi gedəndən sonra bu komanda 3 dəfə cərimə zərbəsindən qol vurub. Üzr istəyirəm, 4 dəfə cərimə zərbəsindən qol vurub. Messi gedəndən sonra. Bunu düzəltmək lazımdır 100%. Amma Marcus Rashford'a buradan təşəkkür edirik. Möhtəşəm qolu idi. Courtois o qolu gözləmirdi. Courtois o zərbəni gözləmirdi. Qapıçının durduğu mövqeyə zərbə endirdi. Raket zərbəsi və dəqiq idi. Və dəqiq idi ən önəmlisi. Möhtəşəm bir qol idi. Gəldi ikinci qola. İkinci qol əsl Barcelona qoludur. Birinci qol əsl Real Madrid qolu idi. İkinci qol isə əsl Barcelona qolu idi. Bax bu Barcelonaya xas bir qol idi. O anlaşma, o bir-birini hiss etmək, o mental bağı biz gördük o qolda. Ferminin möhtəşəm ötürməsi və Dani Olmo'nun o incəliyi. Dani Olmo belə şeylər üçün lazımdır Barcelonaya. O incə toxunuşlar üçün lazımdır və o toxunuşdan sonra Ferran Torres'in bu epizodu belə mükəmməl sonlandırması biraz məni təəccübləndirdi. Yalan deməyəcəm, məni təəccübləndirdi. Mən gözləyirdim ki, ya o yıxılacaq, ya topu vuracaq kosmosa, amma adam mükəmməl şəkildə qol vurdu. İdeal. 4-4-lük zərbə endirdi və Barcelona bundan sonra getmədi. Bilmirəm niyə. Bilmirəm təlimat nə oldu, Flikin təlimatları nə idi, Flikin istəyi nə idi. Yeri gəlmişkən Flik də oyun günü səhər saatlarında atasını itirmişdi. Buradan onun atasına Allahdan rəhmət diləyirik. Flik böyük bir adamdır. Flik bizim üçün çox şeylər etdi və Flik bu oyunu Barsanın başında oldu, komandanın başında oldu, getmədi və komanda ona belə bir dəstək göstərdi. Qalib gələrək ona öz dəstəyini, öz sevgisini göstərdi. Yaxşı ki Flik var, yaxşı ki belə bir baş məşqçimiz var. Doğrudan da mən inanırdım ki Flik Barsada uğurlu olacaq. Amma belə sevimli, belə doğma olacağını mən düşünmürdüm. Flik bizə çox doğma gəlir. Mən bilmirəm sizdə bu belədir yoxsa yox. Mən Fliki çox istəyirəm. Yəni doğrudan da indi Flikin səhvləri olur bəzən. O Interlə oyundakı səhvləri yada salırıq. Atletico Madridin oyundakı səhvləri deyirik ki, sən gərək belə eləyərdin, belə eləməzdin. Amma buna baxmayaraq bu adam gəldi bizi dan çıxartdı dostlar. Dan çıxartdı bizi. Yəni indi elə bir vəziyyətdəyik ki, 2 mövsüm dalbadal çempion olmuşuq və sırf olaraq bu adamın sayəsində. Gəldi heyətində uşaq-muşaqla, qocalarla gəldi, möhtəşəm bir oyun stili yaratdı. O Barsanın dominantlığını qaytardı. Az da olsa biz o Barsadan o qoxunu hiss elədik ki, gözəl nəsə gələ bilər və gəlir də, yavaş-yavaş gələcək də inşallah. Və Flik bunun təməlidir. Flikin əlinə normal 3-4 transfer edəsən. Flik istədiyi 3-4 oyunçunu gətirə bu komandaya. Normal top səviyyəli oyunçu deyirəm ha. Barcelona'nın qarşısında duran olmaz. Azı 5-10 il bu komanda dominantlıq eləyər. Bu oyunculardan əlindəki olan bu gənc yetənəklərlə Barcelona çox böyük uğurlara imza ata bilər. Sadəcə olaraq o boş olan yerlərə, o yaralı olan yerlərimizə normal transferlər etmək lazımdır. Yenə də təkrar edirəm. Bu adam gəldi dan konfet düzəltdi. Dan konfet. Təsəvvür edin bunun hər şey konfet olsa, nə edir bu adam? İkinci hissə konkret olaraq Barcelona dedi ki, gəlin elə oyunu belə bitirək. Yəni uzun sözün qısası, gəlin oyunu belə bitirək. Bax, mən sənə vuraram ha Real Madrid. 3 də eləyərəm bunu, 4 də eləyərəm. Amma sən üstümə gəlmə. Yəni açıq danışaq da, əgər bu komandaların dili olsaydı, bunlar bir-birinə bu sözü deyərdilər. Bəli, oyunun hansı epizodlarında Real Madrid topla daha çox oynayırdı. Real Madrid cinahdan cinaha topu ötürürdü,
kənarlardan hücum gəlirdi, sıxmaq istəyirdi az da olsa Barselonanı, amma bu çox az bir müddətdə olurdu. 5 dəqiqə, 10 dəqiqə və yenidən Barsa topu götürürdü özünə, deyirdi ki, bir dəqiqə dayan qaqaş, bir dəqiqə dayan brat. Sən çox belə baş atdın ha. İndi mən başlayıram ataka. Oyunun son 10 dəqiqəsində, son 15 dəqiqəsində Barselona hesabı azı 4-0 edə bilərdi, azı. Sağ olsun Lewandowski. İndi mən anlayıram, bombardirdir Lewandowski, gol vurmaq istəyir. Bəlkəm də karyerasının son El Clasico oyununa çıxmışdı və istəyirdi ki, El Clasico'da gol vurub getsin Barcelonadan. Amma Fermin Lopez boş idi da, başıma dönüm. Fermin Lopez boş idi da, verərdim, vurardı da. Yəni gol vura bilməyəcəydin, heç olmasa assistlə yadda qalardın, o da cəhənnəm. Anlayıram, bombardirsən, hücumçu gol vurmaq istəyindədir, amma sən elə bir pozisiyadasan ki, sənin oradan gol vurub vura bilməyəcəyin sual altındadır. Sən əminliklə deyə bilmərsən ki, mən həmin epizodu qolla bitirəcəm. Amma fakt o, Fermin Lopez bomboşdur, yanında heç kim yoxdur. Sən isə heç nə, vurursan topu qapısının üstünə. Fermin Lopez dəli oldu orada. Fermin Lopez söndü, məşqçilər heyətinə qışqırır ki, bu xiyar neyniyir? Niyə pas vermədi mənə? Çatmır mənə belə şeylər, çatmır mənə belə şey. Ümumiyyətlə, bütün oyunçulara təşəkkür etmək istəyirəm. Həqiqətən hər bir oyuncu gözəl oynadı. Ümumən bu oyuna görə yox, bütün mövsümə görə. Elədikləri səhvlər də oldu, yanlışlar da oldu. Amma bu komanda vuruşdu, bu komanda yaralıdır hələ də, bu komanda tam formalaşmayıb. Amma məni sevindirən bilirsiniz nədir? Bu Barcelona ilə oynayan Real Madridlilər deyir ki, yaralı Real Madridlə oynadınız. Razıyam, Real Madrid yaralıdır, amma valla Barcelona da indi belə PSG deyil də, başınıza dönüm. Barcelona da yəni belə wow bir heyətə sahib deyil də. 2 mövsümdür ki, Real Madrid titullara həsrət qalıb. Bu heyətlə. Əgər Real Madridin rəhbərliyi, əgər Real Madridin idarə heyəti səhv qərarlar verirsə və düzgün baş məşqçi seçə bilmirlərsə, düzgün oyuncuları transfer edə bilmirlərsə, bu Barcelona'nın problemidir? Yox. Barcelona'nın pis dönəmlərini xatırlayaq. 2000-ci illə, 2020-ci il, 2021-ci il, 22-ci ildən sonra özümüzə gəlməyə başladıq az da olsa Laportanın qayıdışından sonra. Xavi gəldi, bu komandanı 8-ci yerdən 2-ci yerə qaldırdı. Həmin Barcelona 8-ci yerə layiq Barcelona idi. Mən indi bura şəkillər qoyacağam. Bir girin baxın o Barcelona'nın heyətinə. Görün orada Vinicius səviyyəsində, Mbappe səviyyəsində, Jude Bellingham səviyyəsində, Valverde səviyyəsində, Trent Alexander-Arnold səviyyəsində bir oyuncu var, yoxsa yox. Pique artıq qozalıb çürüyüb, Sergio Busquets artıq qozalıb çürüyüb, Jordi Alba ortalarda qalıb, o da artıq çürümə prosesindədir. Mingueza, Jorginho Dest, Yutkla, Luke de Jong, Memphis Depay, elə yadıma düşən bunlardır. Ricky Puig. Ayda, adamın gülməyə gəlir. Südəmən Eric Garcia. Bu heyətlə komanda 8-ci yerdən 2-ci yerə qalxdı. Budur pis dönəm. Sizin pis dönəminiz deyil. Sizdə sadəcə olaraq xaos var. Və siz buna deyə bilmərsiniz ki, Barcelona pis dönəm olub. Barcelona'nın pis dönəmi tam başqa bir şeydir. Pis dönəm bilirsiniz nədir? Sənə transfer zapreti qoyurlar. Sənə maddi cəhətdən sıxırlar. Oyuncu transfer edə bilmirsən. Maaş limiti problemləri yaşayırsan. Maaş verə bilmirsən. Oyuncu transfer edə bilmirsən. Və heyətində normal oyuncular yoxdur, onları saxlaya bilmirsən. Bax, problem budur. Real Madrid istədiyi oyuncunu ala bilər. Real Madrid istədiyi oyuncunu sata bilər. Real Madridin finansal problemləri yoxdur. Real Madridin oyuncunu alıb satmaq problemi yoxdur. Və Real Madrid istədiyi oyuncuları alıb. Mbappe kimi, Vinicius kimi oyuncusu olan komanda 2 mövsüm əgər titul qazanmırsa və final oyunlarında
İspaniya daxili olsa belə 3 finalda Barselona uduzursa, bu artıq bizim problem deyil. İndi başlayacaqlar. 15 çığlı, 15 çığlı, 15 çığlı. Bunu 15-12 yaşlı uşaqlar eləsə, mən söz demərəm. Mənə belə siz necə normal gələr. Deyərəm amma adam belə deyir, okey, əla, yəni uşaqdır. Mikrofon. Bunu 30-40 yaşlı adamlar deyir. Adam baxır deyir, sən nə danışırsan qardaş? 15 çığlının buna nə dəxli var? Hansı 15 çığlı finalında Barselonanı udmusan sən? Onda Real Madrid üçün Çempionlar Liqası belə önəmlidirsə, Real Madrid La Liqada və yaxud digər İspaniya daxili turnirlərdə ikinci-üçüncü heyəti ilə oynasın. La Liqada ilk 4-dəyə düşsün o Lig Çempionlar Liqasına düşmək üçün. İspaniya Kral Kubokunu yola versin, İspaniya Super Kubokunu yola versin, oynamasın, da çılıyor oynasın. Niyə La Liqada mübarizə aparır sonadək? Aparmasın da. Real Madrid çempion olanda biz çempionuq, Real Madrid məğlub olanda, Real Madrid 2 mövsüm titulsuz qalanda bizim üçün əsas Çempionlar Liqasıdır. Bu nə məntiqdir? Bu nə məntiqdir? Bu belə bəhanələr etmək düzgün deyil axı. Və yenə də təkrar edirəm, bunu 12-13 yaşlı uşaqlar edəndə deyərəm, okey də, yəni adam uşaqdır. Bunu 25, 30, 35 yaşlı kişilər eləyir. Adama gülməli gəlir ki, bu nə bəhanələrdir sən uydurursan. Və Barselonanı indi bilsəz nə eləyiblər? Barselonanı eləyiblər ki, Barselona prime'ındadır. Budur prime Barselona. Siz Allah, budur prime Barselona. Siz deyəsən PSG-ni görmürsünüz, dostlar. Girək PSG-nin heyətinə baxaq, Barselonanın heyətinə baxaq, Arsenalın heyətinə baxaq, Bavariyanın heyətinə baxaq. Özü Real Madridin heyətinə baxaq. Zədəlilər var. Yox, Barsada zədəli yoxdur. Barsa oyunsağı zədə almır. Barsada zədə alanda vapşe problem olur. Realın 3 dənə sol cinah müdafiəçisi var. Nə bilim 2 sağ cinah müdafiəçisi var. Mərkəz müdafiəçiləri Militao'dur, Hüseyindir, Rüdigerdir. Dirəkdən Chouameni də orada oynayır. Yarım müdafiə xəttinə baxırsan dəli olursan. Valverde, Bellingham, Arda Güler eləmisiniz də siz bir dənə. Iniesta. Hücum xəttindən danışmaq istəmirəm, hər şey bəllidir. Barsadır prime. 18 yaşlı uşağa güvənirik biz. Yanında 38 yaşlı pensioner oynayır. Ayağında top tuta bilməyən rəxit Ferran Torres oynayır. Rafinha bir gün var, 3 gün yoxdur. O da zədə alır tez-tez artıq. Hara fırladırsan fırlat, Real Madridin heyəti Barsadan güclüdür. Bunu danan adamın futboldan başı çıxmır. Sizin indi sisteminiz yoxdur. Sizin indi məşqçiniz düzgün şeylər etmirsə, bu artıq bizim problem deyil. Və Real Madrid adına 2 mövsüm titulsuz qalmaq biabırçılıqdır. Bu heyətlə titulsuz qalmaq biabırçılıqdır. Mən açıq şəkildə deyirəm. İncəyə də bilərsiniz, incəməyə də bilərsiniz. Öz işinizdir. Real azarkeşlər də baxır, fikirlərinizi bildirə bilərsiniz. Bunu mən lağ olsun deyənə demirəm. Real Madridin bu heyətlə 2 mövsüm titul ala bilməməsi, adicə olaraq İspaniya Super Kubokunu belə qazana bilməməsi biabırçılıqdır. Real Madridin heyəti Çempionlar Liqasında yarım final oynayacaq heyətdir. Artıq burada sistem problemi var, məşqçi problemi var. Bu mənə maraqlı deyil. Özdə uşaqlar, belə bir şey deyim. Bu 15 Çempionlar Liqası ilə fəxr edən azarkeşlər elə bir arqument gətirirlər ki, bilsiz nəyə oxşur bu? Elə bilin ki, 2 boksçudur, döyüşürlər. Biri birini döyür və o döyülən gedib hansısa ən güclü boksyoru döyür. Və o döyülən gəlib o döyüldüyünə deyir ki, bax mən gəlib ən güclünü döymüşəm ha. O da qayıb deyir ki, mən belə maç. Yəni əsas odur ki, mən səni döymüşəm. Yəni 15 çığlı söhbəti, Çempionlar Liqası qazanmaq söhbəti buna bənzəyir. Yəni 15 Çempionlar Liqası qazanmısan. Allah köməyin olsun. Yəni mən amma səni uduram. Barcelona 2 mövsüm ərzində 3 finalda Real Madridi məğlub edib qalib gəlib. Bu Çempionlar Liqasına nə dəxli var? Hə, finallarda qalib gəlinsəydi tam başqa şeylər deyiləcəkdi. Əlbəttə ki, bu bəllidir.
11 il Barsa Çempionlar Liqasına həsrət qalıb. Ya Çempionlar Liqasının bizim aramızdakı qarşılaşmaya nə dəxli var? Bunu kim fikirləşib? Ya bu təsəllidir də. Real Madridin 15 Çempionlar Liqası qazanması tarixi bir hadisədir. Amma bunu hər dəfə El Clasico'da məğlub olandan sonra demək, bu artıq acizlik və uşaqlıqdır. Bunu zəhmət olmasa o 50 IQ səviyyəvizə qeyd edin. Bəlkə düzələr, yaxşı olar. Düzələcək. Realın problemləri haqqında danışmaq istəyirəm. Real azarkeşlər də səhifəmizi izləyir. Uşaqlar, keyfinizi pozmayın. Adekvat Real azarkeşlərinə səslənirəm. O kimin nə olduğunu, kimin kim olduğunu bilən Real azarkeşlərinə səslənirəm. Olur. Bu pis mövsümlər olur, gəlir. Sizin belə pis olacağınızı əslində mən düşünmürdüm. Yəni Real Madrid elə bir komandadır ki, belə düşüş yaşamamalıydı. Hər bir komanda düşüş yaşaya bilər. Bu istənilən top klubun başına gələ bilər. Hal-hazırda Milan görürsüz vuruşur. Manchester United yavaş-yavaş ayağa qalxmaq istəyir, çabalayır və bacarmaq istəyir. Amma hal-hazırki günümüzdə futbol puldan çox asılıdır. Pul demək olar çox şey həll edir. Nəinki futbolu, ümumiyyətlə bizim həyatımızı həll edir. Əgər sənin pulun varsa, sən istədiyin oyunçuları ala bilirsənsə, sən ən ön sıralarda ola bilərsən. Real Madriddə bu var, amma Real Madriddə tam başqa şeylər yoxdur. Real Madriddə mental ruh yoxdur. Real Madriddə sistem yoxdur. Real Madriddə o disiplin yoxdur. Real Madriddə o hörmət yoxdur. Kimsə kimdənsə asılılıq prinsipi yoxdur. Piramida yoxdur ki, kim kimə tabedir. Və bunun ən başlı səbəblərindən biri səhv məşqçi seçimi idi. Xabi Alonso seçimi tam əvvəldən çox belə romantik və gözəl görsənsə də seçim olaraq səhv idi. Xabi Alonso çox empat və tolerant bir insandır. Tolerant bir insanın gəlib Real Madriddə uğurlu olması qeyri-mümkündür. Biz bunu tam olaraq bir il əvvəl demişdik. Həmin çıxışlarıma baxa bilərsiniz. Mən yayda demişdim ki, Xabi Alonso Real Madriddə uğurlu olmayacaq. Və belə də oldu. Və Xabi Alonsodan sonra Real Madrid Arbeloa'nı gətirdi ki, bu da sırf olaraq mövsümü yola vermək üçün idi. Bunu hamımız bilirdik ki, Arbeloa ora gəlib Zidanlıq eləməyəcək. Bəli, Zidanla Arbeloa'nın taleyi əslində oxşardı və o da belə gəlmişdi Zidan. Amma Arbeloa tam başqa adamdır, Zidan tam başqa adamdır, müqayisə oluna bilməzlər. Və ona görə Real Madrid ilk öncə məşqçi seçimində yanılmamalıdır. Bu mövsümdə Real Madrid məşqçi seçimində yanılsa, bilmirəm nə olacaq. Və ən əsas məsələ Real Madrid transferlərə güc verməməlidir və alacağı oyunçu elə bir oyunçu olmalıdır ki, komandanın yarasına dərman olsun. Real Madridin yaralı yeri haradır? Mərkəz. Mərkəz, yarım müdafiənin mərkəzi. Toni Kroos, getdi Toni Kroos. Onun kimisi yoxdur Realda. Arda Gülər deyirlər. Vallahi nə bilim, Arda Gülər, Toni Kroosun. Nə bilim, belə çobud danışmaq istəmirəm. Yəni bir teli ola bilməsi. Toni Kroos başqa səviyyədir, başınıza dönüm. Toni Kroos maestro, nə bilim, pianist, skripka çalan, gitarist, nə bilim, sintezator çalan, lüboy şey. Hər şey çalır da bu Kroos. Arda Gülər maksimum bir dənə qarmon çala bilər. Başqa heç nə. Qarmon yox, qarmon bu da. Hə. Qarmon çala bilər. Hə, o şey nə səhv saldım. Barabandır da o. Nağara yala. Yandırdım kanka. Hə, nəysə, uzaqma. Okay. Yəni Arda Gülər Kroosla müqayisə oluna bilməz. Arda Gülər qəşəng, potensiallı oyunçudur, nədir, amma Real Madridin bugünkü günündə Real Madriddə kömək olur. Çünki az da olsa Kroosdan bir şey var onda. Amma Kroos tam başqa bir şeydir. Real'a Kroos kimi oyuncu lazımdır. Vitinha tipində, Barella tipində, nə bilim, uzaqbaşı Pedri tipində, yəni Pedri belə ideal olar. Nə bilim, McAllister tipində, Enzo Fernandez tipində. Heç Enzo da bir o qədər də belə topla oynamağı sevən oyuncu deyil. Yəni oyunu idarə etməyi sevmir. O daha çox fiziki mübarizələrdə güclüdür. Belə Barellanı alsa Real Madrid, məncə az da olsa yaralısı sağalar. Mən bunu belə görürəm. Real Madriddə beyin lazımdır. Mərkəzə beyin lazımdır ki, bu da Real Madriddə yoxdur. Uşaqlar, demək olar mövsüm bitir. Demək olar artıq mövsümün sonundayıq. Sonda 3 tur qalıb. Hər şeyi həll etmişik. Çempion olduq. Mövsümü bitirdik. Mövsümü 2 titulla bitirdik. Bu haqda mövsümün tam analizi
İnşallah ki növbəti buraxılışlarda olacaq. Hansısa oyunlar haqqında danışacağam. Niyə belə oldu? Niyə Çempionlar Liqasını qazana bilmədik? Nə etsəydik qazana bilərdik? Kimlər alınmalıdır? Kimlər satılmalıdır? Və yayda inşallah ancaq bu haqqda danışacağıq və Dünya Kuboku haqqında danışacağıq. Özünüz də bilirsiniz ki, mən İspaniya millisi nazirkeşiyəm. O haqqında danışarıq, transferlər haqqında danışarıq və bir də onu demək istəyirəm ki, yeni layihəmiz başlayacaq. Bu layihə nədir? Artıq hər həftənin 3-cü günü biz şəhərin 28 may metro stansiyasının yanındakı parkda olacağıq və quiz videolarını çəkəcəyik. Bu haqda daha ətraflı mən Instagram səhifəmdə post paylaşacağam. Oradan baxıb məlumat ala bilərsiniz. Hədiyyələrimiz olacaq və gözəl suallarımız olacaq. Suallar isə çox çətin olacaq, deyim indidən biləsiniz. Məndən bu qədər dostlar. Səhifəni izlədiyinizə görə, videonu bəyənib şərh yazdığınıza görə sizə təşəkkür edirəm. Daha çox səhifəyə dəstək olmaq istəyirsinizsə, Kofe Al saytına daxil olaraq Fıdı Futbol kanalı üçün bir ədəd kofe alaraq kanalımızın inkişafına dəstək ola bilərsiniz. Hər birinizi öpürəm, hər birinizi təbrik edirəm. Növbəti görüşlərədək Viska Barsa, Viska mikrorayon.